gün batana, duyulsun bütün cahana. Başkendiye tüken olan, dünyamızı kuran gelir. Gözün aydın Türk dünyası, gözlediğin Turan gelir. Gözlediğin Turan gelir. Doğuşundan at belinde, sevgi duası dilinde. Elinde keskin kılıcı, yüreğinde iman gelir. Gözün aydın Türk dünyası, gözlediğin Turan gelir. Gözlediğin Turan gelir. Altayların gediğinde, Savalanın eteğinde, yeniden Bozkır çölünde, gök çadrını kuran gelir. Gözün aydın Türk dünyası, gözlediğin Turan gelir. Gözlediğin Turan gelir. Doğuşundan at belinde, sevgi duası dilinde. Elinde keskin kılıcı, yüreğinde iman gelir. Gözün aydın Türk dünyası, gözlediğin Turan gelir. Gülnazın ölümü sənə dərs olmalıydı. Amma olmadı. Belə baxıram, mənim ölümüm də sənə heç nə öyrətməyəcək. Düz deyirlər də, Qozbeli qəbir düzəldir. Gülnaz'ı sen yoldan çıkarttın. Ben onunla neler fikirleşmiştim. Ben onu xoşbəxt eləyəcəkdim. Gülnaz'ın ölümünde ben yok. Sen günahkarsan. Artıq heç sənin mənası yoxdur. İşimi bitir. Türkler senin beynini bozup ne danıştığını hele de başa düşmek istemiyorsan. Evlat katili olmak istemezdim. Ancak satkın evlat atası olmak da istemiyorum. Kəlmə şəhadətini gətir yine. Uca Allah, sən hər şeyi görsən. Məni cənnətinə qabil elə.
sen benim soyumdan gelmişsən. Benim soyumdan gələr. Hamısı lənətlənib. Lənətlənmiş bir ruh cənnətə gedə bilməz. Aman Allah! Ben neyledim? Bağışla, bağışla beni oğlum, Behrem bağışla! Bu ne hal? Her iki oğlumu itirdim. Xosrovdan sonra Bəhrəmi də. Ne? Bu nece olabilir? Kim öldürdü onu? Ben öldürdüm. Ben. Baştan danış görün nece oldu? Sen benim oğlum olabilirsen. Ben senin oğlumla emin ona sözdü. Senden başka hiç kasım kalmıyor benim Mehma. Emin, ahıra kadar yanındayım. Danış görün niye böyle oldu?
Qızılbaşlar Ağzayın dalına girdiler. Onu mənə qarşı çevirdilər. Nefret edirəm bütün Türklere. Nefret. Axır ki, yolun sonuna geldin Firuz. Bütün kent adamlarımla doludur. Bugün sen öleceksen Ahmet Bey. Kənd ve adamların sənin ola bilər. Ama tarihin benim elimdedir Firuz. Kardeşin Firdevs'u da senin kimi böyle haddini bilmirdi. Seni de göndereceğim cehenneme. Onun yanına gidip orada şeşmek oynayarsınız. Rus ruleti oynamaya gelmemişim Firuz. Geldim diyem ki yeni dönemde size ihtiyacım yoktur. Kaos üçlüyü yeni kararlar kabul edip biləsən. Bütün bölge benim emrime keçir. Her iki evladımı eline aldınız. Cehennem olsun sizin puanlarınız da rehberliğinize. Cehennemde görüşerik dostum. Biz halk üçlüyeni aşkara çıkarmak için adamlarını məhv Bugün olmasa sabah onlar özlerini gösterecekler. Hiç ne asan olacağını düşünme. Biz Saşan'ı öldürerken Ahmet'i tapdı. Ahmet'le savaş bize başa geldi. İndi ise Kaos üçlüğünün meydana çıkması büyük felaketlere sebep olacak. Garip. Bu savaşta galip gelmek için biz mafyanın terörü bitirmeliyiz. Terörü bitirmek içinse o üç başlığını tapmalıyız. Belki de bunlar özleri Olabilir. Her şey hazır olmak lazım. Her an her şey olabilir. belki polis saxlayasan
Yazık kız uzun müddete gözləyir. Hem ben toy edeyim, onun başını katmazsın. Bak seni əməliyyatlara götürəcəm. Bak onda onu bir dəfəli itirə bilər. Haklısın. Sen beğendiğin biri yok mu? Bilirsən kardeş. Onunla biz Her şeyi anlayıram. Arzunu itirəndə gel başka şeyden danışa. Geçmişler kaldı. Siz evlendikten sonra harada kalacak? nə bilim. O qalıb gəlin bacının əlində. Aha, indiler. Ağıllı və çox yaşamaq istəyən kişi hakimiyyəti könüllü olaraq qadına verir. Yoxsa qadın gec-tez taxtacı kişinin əlindən alır. Qadına məğlub olmayan kişi yoxdur. Amma onu baş tacı edən kişi qəlbində ömürlük sultan olur. İller sana çok değişik garip. Bir zamanlar Firuzun kumarxanasında pul uduzub məndən borc istəməyə gələn qərib başqaydı. Sən çox müdrikləsin. Elə zaman, şərait və mənə istiqamət verən adamlar məni dəyişdilər. Əvvəllər də arzularım vardı. Amma indiki kimi yüksək əmal sahibi deyil. Nəsim müəllim, rəhmətli Teymur müəllim, rəhmətli Səlcun müəllim və digər böyüklərimiz məni yetişdirdi. Səninlə dost qardaş olmağı məni çox fərəhləndirir, qardaş. Son nəfəsimi verənə qədər sən yox. Var ol qardaş. Olursa. Türk milləti bizim kimi bir-birinə dəstək olarsa, hoş gələcək və Turanın bərqərar olması elə tosaq deyil. Nə məsələdir? Bəzi təxminlərim var. Ona görə də səninlə bir şeyə qərar verəcəyik. Kuşlar tez səni tapacaq. Nə? Sakit ol. Tez olacaq bir şeye göre narahat ol. Bir görək neyin yazıyor? Səni ələ keçirsələr, məni satmağını istəyəcəklər. Sənsə onları Moriyanın üstünə göndərəcəksən. Oraya kimdir? Ağus üçlüyü Türklərlə savaşmaqdan ötəri Asalan'da işə saldı. Bu ne iştir bizim başımıza atsıpsan Ahmet? Ermənilərin əlindən qurtarmaq olar. Sakit ol dedim. Boris Yermakov peşəkar terrorçudur. Üfləri olmayan canlı bombadır. Mən ona çox iş gördürmüşəm. Qoy qərib onunla başını qatsın. İş səndən də, məndən də uzaqlaşsın. Məni ələ keçirsələr öldürməyəcəklər.
Sən Boryanı satsan, onlar səni bir-bir əllərində saxlayacaqlar. Masala və haşhaşiləri tamamilə məhv eləməkdən ötəri. Oraya onu satdığımı bilsə, onda necə olacaq? Borya səni tanımır. Ümumiyyətlə, onu heç kəs tanımır. Əvvəllər Saşanın adamı idi. Sonra mən Saşanı türklərə satanda onu da yüksək pula aldım. Planı Xaus üçlüyü qurmuşdu. Mən sadəcə icraçıyam. Sən çox dəhşətli adamsan, Əhməd. Planlarımız həyata keçsə, biz bu mərhələni keçsək, o zaman türklər üçün güclü bir bəla gələcək. O zaman Xaus üçlüyünün yeni Dəccal ordusuna rəhbərlik eləyəcəm. Necəsən Umay? Coşqunla münasibətiniz necədir? Her şey yaxşıdır. Biraz Banu Çiçəyə görə üzgündür sadəcə. Anlıyorum. Banu Çiçək olduqca məsuliyyətli və ağır tapşırığı yerinə yetirərkən şəhid oldu. Bundan sonra Coşqunun sənə, bizim də Coşquna ehtiyacımız var. Ona görə də qayğını ondan əsirgəmə. Narahat olmayın qərib müəllim. Hər şey necə lazımdır, elə də olacaq. Siz hamınız yetimxanada böyümüsünüz. Bu təşkilat sizə böyük bir amal verdi. Bu amal uğrunda da savaşırsınız. Amma hər halda həyatınızı da yaşamalısınız. Mən Coşqunu çox sevirəm. Qızılbaş təşkilatının qərarları da, Coşquna olan sevgim də eyni zamanda dəyərlidir mənim üçün. Anlıyorum. Burada pis heç nə yoxdur. Amma çalış, sevgin Coşqunu dirçətsin. Çünki düşmənlərimiz gün-gündən artır. Narahat olmayın. Əlimdən gələni eləyəcəm. Sən otur istirahət elə. Mən işlərim var. İstəyəndə gedərsən. Mən Coşquna Banu Çiçəyə mütləq unutduracam. Yaramadı sepelenir ülkemin gözü vurmun bağrına ağrı çilenir bağışlama bizi vurmun biz sevincine göz diktik adına minler gol çektik sabah unuttuk el çektik bağışlama bizi vurmuş bu taleyle nece gülüm hakkında zulm oldu gönlüm bize ölüm olsun ölüm ey köksümün közü vurmuş bağışlama bizi vurmuş. Sən görüşümə gələcəkdin. Amma
Elə şeyler oldu ki. Narahat olma qardaşım, hər şeydən xəbərim var. Tam və Qızılbaş təşkilat dəstəyi sayəsində buradakı qrupların başına keçirir. Uzun müddətdir araşdırma aparırıq və bu gün bura əliboş gəlməmişəm. Bu kimdir? Şahmar Xatəmi Həsən Sabbahdan sonra Xaşxaşların bir nömrəli adamı oldu. İran və Orta Asiyadakı narkotik ticarətinə bu adam baxır. Səncə bu adam Əhmədin yerini bilir? Əhmədin yerini də bilir. Onu saqqalan adamların da, hətta onun bazalarını da bilir. Onda bu adam kilit adamdır. Onu tutmaq asan da olmayacaq. Təbriz və Tehrandakı qızılbaşlar çoxdan fəaliyyətə başlayırlar. Ən qısa bir zamanda bu əfi ilanın yerini öyrənib sənə deyəcəyəm. Narahat olma. Cürbəcür bəhanələrlə şəhid edilən soydaşlarımızın intiqamını bu ətraflardan almalıyıq. Həm təşkilatımız, həm də dövlətimiz illərdir bu terrorçularla mübarizə aparır. Onlarla əskərimiz, polisimiz, gömrük əməkdaşımız bu şərəfsizlər tərəfindən qətl edildi. Xaşxaşları yer üzündən silməyənə qədər bizə rahatlıq yoxdur. Sözədən sonra vəzifəsi də gücü də artıb. Xaos güclü ona yeni imkanlar verildi. Həm Azərbaycanda, həm İranda qızılbaşların fəaliyyəti gec-tez Turan təşkilatının dəstəyi bu terror yuvasını məhv edəcək. Buna əmin ola bilərsən. Şahmarın yerini öyrənək, sonra bu məsələləri geniş-geniş danışarıq. Səbirli ol, hər şey düzələcək. Tanrının köməyi ilə. Necəsiz cənab general? Mənim ordudan ayrılıb, öncə iş adamı, sonra professor olmağımdan illər keçib Borya. Bundan əlavə mən ordudan ayrılanda rütbəm polkovnik idi, general değildi. Ancaq iltifatın üçün çox sağ ol. İndi orada vəziyyət necədir? Mən yaxşıyam. Bir həftə əvvəl İrandaydım. Danışdığımız kimi bütün təlimatları verdim. Borya, bütün erməniləri bu işə cəlb elə. Qoy bu işdə Rusiya və İranın adı hallanmasın. Bizim yerimizə sənin komanda savaşsın. Narahat olma, qarşılığını artıqlamasızca ödəyəcəm. Haqlısınız. Ermənilər məhz bu iş üçün
Türklərin başına biraz terrorla qatmaq lazımdır. Rahat olmayın. Mən iş yerə qoymuşam ki, Asanın arxasında kimlərin olduğunu öyrənənə kimi biz öz işimizi bitirəcəyik. Ermənilərin içində qala-qala sən də erməniləşmisən ha, Borya. Siz Türklərə yaxın olmağa davam edin. Çok vaktin yok Şahmar. Gelmedin yerini de yoksa öldüreceğim seni.
Mənəm türk, önümə gələn hürk. Danışam indilə, hər gün bir hilə. Mərkiyə qadağalarım, doğrana dilim eli ilə. Mənəm burada sahibi mülkətim türkdür, qanım türk. Yer üzündə kul mənəm, düşmanıma qul mən. Nəsimi kamanından bıraxdığı o deyir mən. Qırmızı gözlərim çalxalayıb salaram bura toz duman mən. Vermərəm aman mən bir bax heybətə. Tanınaram qeyrətə. Bağlıyam risalətə, Babək kimi doğranamaya cüsarətə. Düşəm əgər zarətə, mübarizəm tək başıma yığınıza qəniməm. Əlimlə verim vətənə paytəni, mən öncədən bir ki çoxunu bəliyərəm. Boyanam qana türkümü məliyərəm. Ayaq olcu qurtlar rəqs eləyir, yer gəlir gəng eləyir. Əlim tüfəngimə, kim gəlir cəngimə. Poladəşim ov gənginə, kölgəmə hürkün. Özün qorxuya bürkün, mənim elimdir türküm şükür. Şükür, bükür, yırtıcı ələmin vaxtıdır, artır qədəmi. Mədəminə səbəb olacam ey mənə deyən pan. Mənim mehmetciklərim hər biri xan. Məni qan, vətənin hər yarasına geci tezi var. Alınacaqdır intiqam, bağır durmamışıq, qurulur plan. Ay qıvrılan ilan, bil, qartalım baxır inan. Qan qoxusu gəlir güman ki sığmır bura qorxular. Bizdə bunlar çoxdular, can dələnlər yurda, qan edənlər burada. Qüdrət artır nurdan, hörmət vardır burada. Kuzeydə çaxan günəş, güneydə parlar. Türküdür elim mənim, ala boğazımı darlar. Yellənə durmadan ölüm minən tablar. Türkəm diyər qışqırar bu tarlar. Sözəm söz gökdən gəldim. Yaxşı mənəm, yaman mənəm. Yer tanrının, gök tanrının, yerə göyə aman mənəm. Mən sözəm söz gökdən gəldim. Yaxşı mənəm, yaman mənəm. Yer tanrının, gök tanrının, yerə göyə